Mənim əzizlərim, gəlin özümüz olaq mövzusuyla bugün sizin görüşünüzə gəldim. Hər vaxtınız xeyir olsun. Video keçməzdən öncə kanalıma abunə olun, videonu bəyənin ki, daha çox insanlar səsimizə səs versin, bizi görsün. Beləliklə, biz niyə özümüz deyilik? Bəzilərimiz soyadımızın sonunu dəyişməklə Əliyevi Əlibəyli eləyirik, Vəliyevi Vəlibəyli eləyirik, Hüseynovu Hüseynbəyli eləyirik və s. Bu cür Azərbaycan cəmiyyətində özümüzü daha təmtaraqlı, daha ziyalı, daha işıqlı göstərmək istəyirik. Əzizlərim, soyad sonluğunu dəyişməklə zadəgan olmaq, ziyalı olmaq mümkün deyil. Bu, qandan, gendən gələn bir şeydir. Azərbaycanda hansı bəyzadələri, bəynəsillərini tanıyırıq? Bakıda Bakıxanovlar, Aşurbəylər, Seyidbəyovlar, Mirqasımovlar, Gəncədə Ziyadxanovlar, Şıxzamanovlar, Rəfibəylər, Müştehidzadələr, Mollazadələr və s. Bəs siz necə? Azərbaycanda hansı ziyalı nəsilləri tanıyırsınız? Xahiş edirəm, rəy bölməsində yazın, bu barədə müzakirələr eləyək. Yeri gəlmişkən, sadaladığım bu bəyzadələr, bu zadəgan nəsillər SSR-nin kəsəkəs dövründə də öz soyadlarını bax bu cür saxlayaraq bəyzadəliklərini qoruyub saxlamışlar. Və sonda bir ricam, bir təvəqqüm var. Gəlin, özümüz olaq. Özümüz kimi özümüzü cəmiyyətə təqdim edək. Çünki biz özümüz olanda yerimizdə oluruq. Daha maraqlı oluruq və daha gözəl oluruq. Sevginizlə Sizin Ayaz.